Tutun sağlamlıq faydaları və istifadəsi. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Tut, Morus alba ağacından gələn dadlı bir meyvədir. İnsan orqanizmi üçün bir çox möhtəşəm sağlamlıq faydalarına malikdir. Bu, giləmeyvələr rezervatrol adlı güclü bir antioksidant ehtiva edir. Bu maddə bədənin daha yavaş qocalmasına kömək edir, qırışların qarşısını alır və ömrü uzadır. Tutlar Çin ənənəvi təbabətində istifadə olunur və qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək etdiyi sübut olunmuşdur. Bu, özünüzü daha enerjili və az yuxulu hiss etməyinizə səbəb olur və diabet xəstələri üçün çox faydalıdır. Meyvənin tərkibindəki alkaloidlər bədəndəki ağ qan hüceyrələrinin sayını artırır. Bunlar immun sisteminin bir hissəsidir və sizi infeksiyalara və soyuq dəymələrə qarşı daha qorunan edir. Tut həmçinin C vitamini, K vitamini, lif, sulal və dəmir üçün yaxşı mənbədir. Bu meyvələri bir çox sağlam qida mağazalarında qurudulmuş formada əldə edə bilərsiniz. Həmçinin kapsul şəklində əlavələr kimi də tapmaq mümkündür. Tut yarpaqları da çox gözəl sağlamlıq faydalarına malikdir və onlardan çay kimi istifadə etmək olar. Əksər giləmeyvələr kimi tut da bədəndəki oksidativ stresi azaldır. Bu, balanslı bir qidalanmanın bir hissəsi olaraq mütəmadi yeyildikdə zehni xəstəliklər və demensiyanın qarşısını almaqda kömək edə bilər. Siz həm tut giləmeyvələrindən, həm də yarpaqlarından istifadə edərək dadlı tut çayı hazırlaya bilərsiniz. Bu, təbii öskürək dərmanıdır və boğaz ağrısını tez bir zamanda sağaldır. Tut həmçinin yumşaq təbii işlədici təsirə malikdir və qəbizlik və mədə ağrılarının müalicəsində kömək edir. Meyvənin tərkibindəki dəmir bədəndə qırmızı qan hüceyrələrinin istehsalını artırmağa kömək edir. Bu hüceyrələr oksigenin bədənə paylanmasını yaxşılaşdırır və ümumilikdə özünüzü daha sağlam hiss etməyinizə səbəb olur. Tut bəzi növ türk lokumlarının dadlandırılmasında da istifadə olunur. Bunlar çox dadlıdır, lakin yalnız ara sıra pirin qəlyanaltı kimi istifadə edilməlidir. Tutun özünə məxsus ətri bəzi kosmetik məhsullarda, xüsusilə maye sabunlarda və lüks vanna məhsullarında istifadə olunur. Dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.